Salam değerli dostlar, değerli izleyiciler, hər vaxtınız xeyir olsun. Bugün Ağdaş Palas'ta çok möhtəşəm bir ailenin şad günündəyik. Bugün Arzular qrupundan beraber, tabii ki değerli sənətçi dostumuz, sazmın ifaçısı Orxan Məmmədovla beraber güzel canlı musiqilərlə toyumuzu bəzəyəcəyik. Orxan, söz sənindir. Xeyr, xoş gəlmisən qardaşlarım. Mən şad oldum ki, bu gün də sən mənim dəvətimi qəbul edərək Ağdaşda İftixar bəyin toyuna, Nazım qardaşımızın mübarək olsun İftixar bəyin toyuna dəvət aldıq, gəldik. Bu gün də inşallah hər zamanki olduğu kimi toylar, möhtəşəm toyumuz keçəcək. İnşallah, inşallah. İdeal bir işə imza atacaq inşallah. Xeyirli uğurlu olsun və Allah hər kəsin minnətdarınızı bəli, Allah hər kəsin də işini avan eləsin. Mübarək olsun deyirik. Xoşbəxt olsunlar. Amin inşallah. Günümüz mübarək olsun və dəyərli qonaqlar, mənimlə bərabər, bax, bu neçə saat ərzində sizlərin xidmətinizdə olacaq. Nəinki Ağdaşımızda, bölgəmizdə, Azərbaycanımızda sevilən, çox dəyərli ansambl, Arzular qrupu. Sizləri salamlayırıq, dəyərli sənətçi dostlarımız. Təbii ki, Arzular qrupunun döyünən ürəyi, sazmen ifaçısı Orxan Məmmədovu salamlayırıq. Orxan, xoş gəlmişsiniz dəyərli qardaşım.